Salam əleyküm, axşamınız xeyir olsun, dəyərli izləyicilər. Bu günləri sizlərlə bərabər Tomb Raider'ın yüklənmə qaydasını göstərəcəm sizlərə. Necə yüklənir, Banner-uba necə quraşdırılır? Çünki çox sual gəlir həqiqətən. Bu proqramın adı nədir? Bu oyunu hardan oynayırsan, necə oynayırsan, nətər oynayırsan deyə suallar gəlir mənə. Mən bunu göstərirəm və diqqətlə izləyin. Çünki bunu baxmayıb, bunu görməyənlərə qınamıram. Yəni əlbəttə ki, bunu görməyən insanlar bilmir nədir bu. Necə oynayırlar telefonda. Mənim YouTube kanalımda yenə dediyim kimi ilk aşağı səhifədə ən birinci videoma baxsaz, orada hər şey aydın və izahlı şəkildə qeyd olunub. Baxsaz, özünüz artıq biləcəksiniz söhbət hansı emulatordan gedir. Mən isə vaxt itirmədən keçək oyunun yüklənmə qaydasına. Google-a daxil oluruq. Google'a daxil olduqdan sonra Steam Rip yazırıq gördüyünüz kimi. Steam Rip. Steam Rip'i yazdıqdan sonra axtarış bölməsinə Tomb Raider'ı axtarırıq. Burada Shadow of the Tomb Raider da var. Əgər telefonunuz güclüdürsə, qaldıra biləcək bir səviyyədirsə, Shadow of the Tomb Raider məsləhət görərəm bax bunu. Çünki çox qəşəng oyundur. Daha sırf belə deyim də, belə istəkli bir qrafika sahibiniz varsa, yəni grafikanız daha güclüdürsə, özünüzə güvənirsinizsə ki, grafikam daha güclüdür, səviyyəlidir, məsələn 16 GB RAM-a sahibdir, Snapdragon-un məsələn 8 gen-dir. The Rise of Tomb Raider 20-ci ilin Celebration Free olunlar. Bunu məsləhət görərəm. Məndən amma məsləhət görülən, məndən istənilən oyunun adı bax budur. Tomb Raider Definitive Edition. Buna bir dəfə basırıq. Mənim oynadığım oyun budur. Aşağı gəlirik. Gəldikdən sonra buz alır. Üstünə bir dəfə vururuq. Geri çıxırıq. İkinci dəfə üstünə vururuq. Bizi sayta götürür. Download'ın üstünə bir dəfə basırıq və oyunumuzu indiririk. Oyunumuzu indirdikdən sonra Zarchiverə daxil oluruq. Bunu Tomb Raider kimi düşünün. Tomb Raider'ın zip falı kimi fikirləşin. Üstünə bir dəfə vurub buraya çıxarda vururuq. Buraya çıxartdıqdan sonra baxın 44 element, 44 dənə içində fayl olacaq. Belə bir papka açılacaq. Bax belə. Bu olduqdan sonra artıq burada da işimiz qalmır. Buradan da çıxırıq. Banner-uba giririk. Banner-uba girdikdən sonra mən sizə indi göstərəcəm. Buranı çıxırıq. Buradan çıxdıqdan sonra sol tərəfə çeviririk. Import Games üstünə basıb PC Games eləyirik. Onu da üstünə basırıq. Download edib Tomb Raider axtarırıq. Tomb Raider'ı papkasının üstünə bir dəfə vurub, Tomb Raider exe onun üstünə bir dəfə də basıb, confirm basıb oyunumuzu ana ekrana gətiririk. Baxın belə ana ekrana gələcək. Bax belə. Belə gələndən sonra 3 nöqtəyə basırıq. PC Games etdik. Üstünə bir dəfə vurduq. Completity'yə gəlirik. Telefonunuz güclü RAM-a sahibdirsə və Snapdragon daşıyıcısıdırsa, bu ayarları eləməyinizi məsləhət görürəm və normal axıcı keyfiyyətdə oynaya bilərsiniz. Proton, baxın diqqətlə, Proton 10.0-ı belə edirik. Game Presence bu olduğu kimi qalır. Input Library Prefer native olduğu kimi qalır. Ki bu driver'a Snapdragonunuz 8 gendirsə, Qualcomm 805-i daha məsləhət görərəm. Məndə biraz 7 olduğu üçün mən 762 ilə oynayıram. Və bu arada zəif telefonlarda biraz ehtiyatlı olsun. Zəif telefonlarda turnif versiyalarını bir-bir endirib bir-bir olanı yoxlaya bilər. Surface format BGRA 8 qalır, Audio driver qalır. DXVK versiyasını istəsəz telefonunuz yaxşıdırsa, əgərlər ən aşağı gəlib 2.3.1 eləyə bilərsiniz. Daha doğrusu daha zəifdirsə. Daha yaxşıdırsa 2.3.1 asıyınıcı eləyib oynaya bilərsiniz. VKDK versiyonu 2.12 olaraq qalır. Bu translator bax istədiyiniz halda eləyə bilərsiniz. 10.29 da eləyə bilərsiniz. 11.20 də eləyə bilərsiniz. 0.9.10 da eləyə bilərsiniz. 0.8.23 də eləyə bilərsiniz. Mən 11.20-ni özüm üçün götürdüm. İstəsəz siz də götürə bilərsiniz. Sizə hansı məsləhətdirsə onları götürün. Mən məsləhət olan fixlər verdim sizə. Bu Kore limitlərə də dəymirik. Buradan da çıxırıq. Oyunumuza daxil oluruq. Oyunumuza giririk. Oyunumuza girdikdən sonra burada gördüyünüz kimi play işarəsi var. Mişqanın üstünə gətirib bir dəfə play-ə basırıq. Mən də ekran böyük olduğu üçün biraz kiçildəcəm.
Və Tomb Raider-ı açılış qaydasında sizlərə göstərirəm əziz izləyicilər. Sonra çox yerdən mənə sual gəlir ki, necə yüklədin, nətər yüklədin? Və gördüyünüz kimi Tomb Raider. Gördüyünüz kimi oyun açıldı. Qəşəng qrafikdə, rahat qrafikdə oyun açıldı. Yəni yenə dediyim kimi zəif telefonlarda bu oyun daşımaya da bilər. Çünki qrafikləri çox qəşəngdir. Əzizlərim belə. Özünüzdən müğayət olun. Allaha əmanətsiz. Gələn videolarda mediateklərlə bağlı, mediatek hansı oyunlar gedir, onlarla bağlı video çəkməyə çalışacağam. Və qorxulu oyunlar çox istənib məndən. Qorxulu oyunlara da baxıb, araşdırıb sizlər üçün qorxulu oyunlara çəkməyə çalışacağam. Özünüzdən müğayət olun. Allaha əmanət.